Salam, xəbərin brendi günün trendi efirdədir. Əvvəl meydanda, indi ali tribunada. Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Türkiyə millisi Kocaelidə Gürcüstan yığması ilə görüşüb və oyun Türkiyə millisinin 4-1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunu tribunadan Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan və Gürcüstan prezidenti Mikhail Kavilaşvili birgə izləyib. Liderlərin hər ikisinin futbol keçmişi olub. Belə ki, Rəcəb Tayyip Erdoğan gənclik illərində Kasım Paşa klubunun heyətində futbol oynayıb. Gürcüstan prezidenti Mikhail Kavilaşvili isə vaxtı ilə Dinamo Tbilisinin yetirməsi olub. Həmçinin Manchester City və Basel kimi klublarda da çıxış edib. Bugün 2-ci Qarabağ müharibəsi döyüşçüsü Ramesh Zəkiyevin şəhid olmasından 5 il ötürü o 2001-ci il iyunun 27-sində Astara rayonunun Şahağac kəndində anadan olub. 2019-cu ildə hərbi xidmətə yollanmış Azərbaycan əskəri 2020-ci il sentyabrın 27-sindən dəmir yumruq əməliyyatında minatan olaraq iştirak edib. 2020-ci il oktyabrın 15-də Ağdam rayonunun Hacı Məmmədli kəndində minamyot mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə şəhid olub. Allah rəhmət eləsin. Mən Zəkiyev İlhamı, şəhid Zəkiyev Rəmişin anası. Mən Rəmiş haqqında nə deyə bilərəm? Rəmiş çox yaxşı uşaq olub. Mən Rəmişlə fəxr eləmişəm həmişə. Saf uşaq olub, sadə uşaq olub. Nə deyim? Uşaqlıqda Rəmiş çox əzablı günləri olub. 10 yaşında Rəmişin atası rəhmətə gedib. Əzabla, əziyyətlə Rəmiş böyük olub. Rəmiş futbolu sevərdi, futbola gedərdi. Boksa gedərdi, boksa yollayardım onu, boksa gedərdi. Futbolu çox sevərdi. Nadinc uşaq idi Rəmiş, çox nadinc idi, uşaqlığı nadinc olub. Şahmat üzrə Avropa çempionatında Grossmeister Rauf Məmmədovun rəqibi Petr Leko oyuna gecikib. Hakim oyunu başlatmaq istəsə də şahmatçımız buna imkan verməyib və rəqibi gözləyəcəyini bildirib. Onun bu cür davranışı sosial mediada da təqdir edilib. Ötən gün Dünya Çempionatı 2026-nın seçmə mərhələsində Macarıstanla qarşılaşan Portuqaliya millisinin ulduzu Cristiano Ronaldo etdiyi hərəkətlə gündəm olub. Maçdan əvvəl futbolçuların önündə duran uşaqlardan biri ulduz oyunçuya yaxınlaşaraq onu qucaqlamaq istəyib. Ronaldo da uşağı qucaqlayıb və azarkeşlərin alqışını qazanıb. Günün trendi davam edir. 051 583 24 08. Bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. Günün 24 saatı sizi maraqlandıran məsələlərlə bağlı çəkiliş edib bizə video göndərə bilərsiniz. Bilin ki, biz həmin videonu trend edəcəyik. Cəbrayıl rayon Mehdizadə adına tam orta məktəbdə rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsi tərəfindən Diqqət uşaqlar maarifləndirici tədbiri keçirilib. Tədbirin məqsədi məktəblilərə yol hərəkəti qaydalarını öyrətmək, onlarda təhlükəsiz davranış vərdişləri formalaşdırmaq olub. Onlara diqqətli olmağın, qaydalara əməl etməyin həyati əhəmiyyəti izah olunub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Yasamal rayonunun İslam Səfərli küçəsində içməli su və kanalizasiya xətlərini yeniləyir. Fəvvarələr meydanı və qış parkı ətrafındakı ərazidə piyadaların sərbəst və rahat hərəkət etməsi üçün piyada zonalarının yaradılması və geniş abadlıq quruculuq işləri davam etdirilir. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.
Azərbaycanın xalq artisti Tarzən Ramiz Quliyev 78 yaşında vəfat edib. Mərhum 2-ci Fəxri Xiyabanda dəfn edilib. Xatırladaq ki, xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi. Paytaxtın Yasamal rayonunda gecə saatlarında yük maşınları yolu pis günə qoyub. Yük maşınlarından tökülən torpaq və daş qırıntıları yola dağılaraq nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Maşınlar keçdi və görünər qədər neynədilər yolu indicə Yasamalda. Qəbələ sakini qaynar xəttimizə müraciət edib. O bildirir ki, iri başlı malqara ilə təmin olunmaq üçün Məşğulluq İdarəsinə müraciət edib. Bir neçə ay əvvəl heyvandarlıqla bağlı təlimlərə cəlb olunsa da, Məşğulluq İdarəsindən heç bir geri dönüş olmuyor. Lətifov İbrahim Vaqifoğlu Məşğulluq İdarəsinə 4 mal yazdırmışam, 4 baş. Ondan sonra təlim olub, təlimə də getmişəm, 10 gün təlim olub. Təlimdən sonra yenə Məşğulluq İdarəsinə getmişəm, deyib ki, vericik, gözlədirlər. Ya mal versinlər ki, sağlam mal olsun, onu saxlaya bilim. Xahiş edirəm, mənə köməklik edəsiniz. Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Sərhəd Xidmətinin birgə əməliyyatı nəticəsində Beyləqanda 26 kiloqram marihuana və minlərlə metadon həbə ələ keçirilib. Ucar rayon polis şöbəsinin əməkdaşları ərazi üzrə ardıcıl oğurluqlar törədən şəxsləri müəyyən edərək saxlayıblar. 5 nəfərdən ibarət dəstə rayon ərazisində 2 evdən ümumilikdə 13.000 manat pul və zinət əşyaları oğurlayıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə onların Sumqayıt şəhərində yerləşən daha 2 evdən oğurluq etdikləri də müəyyən edilib. Supermarketdən çörək alan müştəri içindən böcək çıxdığını deyir. Qaynar xəttimizə göndərilən fotoları izləyək. Çox qəribə və həm də tragikomik bir hadisədir. Deməli, həbsdəki oğluna baxın bu cür yolla narkotik keçirmək istədi. Ancaq dırnaqarası əməliyyatı baş tutmadı. Daha bir uşaq atasız qalmadığı üçün bu görüntülərə sevinmək olar. Fələstinli uşağın atasına qovuşduğu anlar lentə alınıb. Pakistan Əfqanistanın paytaxtı Kabilə hava zərbələri indirib. Hadisədən sonra yaşayış binalarının səması qara tüstüyə bürünüb. Görüntüləri izləyək. Diqqət! Bu görüntülərdə ürəkləri isidən, uşaqlıq xatirələrinizdə nostalji yaşadan duyğular var. Nənə əziz nəvəsini şal ilə belinə şəlliyib həyət gəzintisinə çıxarıb. Beləcə həm nənə rahat, həm də nəvə. Sevgi dolu görüntüləri təqdim edirik. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik. Vədimizə sadiq olaq.